Belçika tarixinin ən böyük meşə yanğını Ardenlərdəki qoruğu bürüdü. Ölkənin şərqində yerləşən Haute-Fan qoruğunda yanğının sahəsi bir sutka ərzində təxminən 2 dəfə artaraq 3000 hektara çatıb. Təhlükəli zonadan 600-ə yaxın insan təxliyə olunub. Gözaltı musavat.com-a istinadən xəbər verir ki, alovun yayılmasına şiddətli quraqlıq və güclü külək şərait yaradır. Bununla belə, yanğının hələlik böyük yaşayış məntəqələri üçün təhlükə törətmədiyi bildirilir. Söz altında yox, göz altıda qalan.